Birinci hissədəki fahişəlik metaforası çoxlarını incitdi. Amma gəlin duyğuları kənara qoyub soyuqqanlı analiz edək. Yüzillərdir qadın bu cəmiyyətdə patriarxal bir qandalla yaşayıb. Atasının namusu, ərinin mülkü, qardaşının vicdan əzabı olub. Bu bir həqiqətdir və bu sistem qadını insan yox, bir əşya kimi görüb. Bura qədər razıyıq. Ancaq modern liberal feminizmin təklif etdiyi çıxış yolu nədir? Liberal feminizm deyir: mən artıq atamın və ya ərimin mülkü deyiləm. Mən özümün mülküyəm və özümü istədiyim kimi bazara çıxararam. Bax, xəta buradadır. Sən dustaqxanadan çıxıb azadlığa qovuşmadın. Sən sadəcə qəfəsin rəngini dəyişdin. Əvvəl səni bir nəfər idarə edirdi. İndi isə sən özünü azadlıq adı altında minlərlə gözün istehlakına təqdim edirsən. Azadlıq özünü kiməsə vermək və ya paylamaq sərbəstliyi deyil. Azadlıq heç kimdən və heç bir instinktdən asılı olmayan bir iradə qurmaqdır. Virginia Woolf qadının üçün özünə məxsus bir otaq istəyəndə o otaqda intellektual bir inqilab etməyi, kitab yazmağı, düşünməyi hədəfləyirdi. O qadının beynini azad etmək istəyirdi. İndiki pankart azadlığı isə diqqəti beyindən alıb yenidən anatomiyaya qaytarır. Əgər sənin bütün inqilabın yataq otağının sərhədlərində bitirsə, sən hələ də dustaqsan. Sadəcə bu dəfə qandalın adı patriarx deyil, liberal istehlakdır. İnsan haqları sənin yatağındakı partnyor sayıyla ölçülmür. İnsan haqları sənin bir fərd olaraq bu dünyada qatdığın dəyərlə, zəkanla və iradənlə ölçüdür. Sən həqiqətən azad olmaq istəyirsən, yoxsa sadəcə sahibini dəyişmək? Sizcə ruhu dustaq olanın bədəni azad ola bilərmi?